Çin deyəndə ağlınıza nə gəlir? Yəni Çin deyəndə ağlımıza gəlir süni intellekt, kompüter elmləri və s. və ilaxır. Demək, bunu mən də düşündüm və nə düşünmüşəm tələbələr üçün. Çində 2 həftəlik, yəni qısa müddətli bir süni intellekt, o software, orada engineering kimi bir şeylər, yəni belə bir şeylər oxumağa maraq varmı? Biz hal-hazırda bir universitetlə danışıqlar aparırıq, bir neçə universitetlərlə danışıqlar aparırıq ki, bu sahədə bizə qısa kurslar təklif etsinlər. Müəllimlərin hamısı Çin olacaq, ingiliscə dərs deyəcəklər. Yəni belə bir şeyə maraq olarmı, olmazmı? Yenə deyirəm, bütün özümün təşkil etdiyim turlar özüm rəhbərlik edəcəm, yaxud da yoldaşım rəhbərlik edəcək. Yəni biz də ikimiz də bu işlərin üstündəyik. Yoldaşım da gedə bilər, amma rəhbərlik olacaq, yəni uşaqlarınızı göndərməyə heç çəkinməyin.